Salam, bu videoda rozeziya xəstəliyi haqqında danışacağım. Üzdə davamlı qızartı, damar görünüşü və ya sanağa bənzər səpkiləriniz varsa, bu məlumatlar sizin üçün faydalı ola bilər. Rozeziya xroniki, yəni uzun müddətli dəli xəstəliyidir. Ən çox üz nahiyəsində müşahidə olunur və adətən yanaqlar, burun, alın və çənə bölgəsini əhatə edir. Xəstəliyin ilkin mərhələsində üz tez-tez qızara bilər. İnsanlar buna həssas dəri və ya günəş təsiri ilə əlaqələndirirlər. Lakin zaman keçdikcə qızartılar daha qalıcı hala gələ bilir. Rozeziyanın dəqiq səbəbi tam məlum deyil. Bununla belə genetik meyillilik, immun sisteminin xüsusiyyətləri, damar reaksiyaları və ətraf mühit faktorlarının rol oynadığı düşünülür. Günəş şüaları, isti hava, sauna, isti içkilər, acılı qidalar, stres və alkoqol kimi faktorlar xəstəliyin alovlanmasına səbəb ola bilər. Bir çox pasiyent rozeziyanı adi sanaqla qarışdırır. Buna görə də internetdən əldə edilən təsadüfi məhsullardan istifadə edir və nəticədə qızartı və həssaslıq daha da arta bilir. Rozeziya yalnız estetik problem deyil. Bəzi hallarda xəstələrdə yanma hissi, batma, quruluq və hətta göz problemləri də yarana bilər. Müalicə zamanı müxtəlif kremlər, gellər, dərman preparatları və lazer texnologiyalarından istifadə oluna bilər. Damar lazerləri görünən kapillyarların azalmasına kömək edə bilir. Lakin rozeziyanın müalicəsində yalnız prosedurlar kifayət etmir. Xəstəliyi alovlandıran faktorların müəyyən edilməsi və onlardan mümkün qədər uzaq durmaq da vacibdir. Məsələn, bəzi insanlarda günəş əsas tetikləyici faktor olur. Digərlərində isə isti içkilər və ya stres qızartını artırır. Bu səbəbdən hər pasiyent üçün fərdi yanaşma vacibdir. Dermatoloq xəstəliyin mərhələsini qiymətləndirərək uyğun müalicə planı hazırlayır. Əgər üzünüzdə keçməyən qızartı, damar görünüşü, həssaslıq və ya yanma hissi varsa, dermatoloqa müraciət etməyiniz tövsiyə olunur. Doğru diaqnoz və düzgün müalicə ilə rozeziyanın nəzarət altına alınması mümkündür.